Hörmətli xanım sədr, hörmətli həmkarlar, hörmətli mətbuat nümayəndələri. Azərbaycan Respublikası müstəqilliyini qazandığından bu günə qədər dünyanın 25 dövlətindən strateji tərəfdaşlıq münasibətləri haqqında sənəd imzalayıb. Çox az saylı dövlətlər isə strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında beynəlxalq müqavilə imzalayıb. Bunlardan biri də qardaş Qazaxıstan Respublikasıdır və bu mənada Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Qazaxıstana səfəri bu müqavilənin 20 illiyinin qeyd edilməsi ilə də bağlı bir strateji əhəmiyyət, eyni zamanda simvolik məna daşıyırdı. Səfər müddətində qardaş Qazaxıstanın dövlət başçısının həm protokol nöqteyi nəzərindən, həm imzalanan sənədlərin əhəmiyyəti, həm də iki tərəfli münasibətlərin əhəmiyyəti baxımından mətbuata verdiyi açıqlamalar, eyni zamanda Dövlətlərarası Şuranın mətbuata açıq hissəsində səsləndirdiyi bəzi fikirləri burada da bir daha səsləndirmək istərdim. İlham Heydəroğlu Əliyev tarixi miqyasda görkəmli dövlət xadimidir. Prezident İlham Əliyevin yorulmaz səyləri nəticəsində Azərbaycanın dünya arasında nüfuzu və təsiri dəfələrlə güclənib. Müasir Azərbaycanın bütün möhtəşəm nailiyyətləri sizin qurucu, güclü liderliyinizə ayrılmaz şəkildə bağlıdır. Üstəlik, Azərbaycan sizin güclü liderliyinizlə öz mövqələrini xeyli möhkəmləndirib, beynəlxalq arenada nüfuzunu artırıb və dünyanın sizə aid hissəsində regional güc kimi çox mühüm rol oynayır. Nəzərə alsaq ki, cənab Tokayev ixtisasca diplomatdır. Müstəqil Qazaxıstanın diplomatik xidmət orqanlarının formalaşması həm də onun adı ilə bağlıdır. 10 il xariclər naziri olub, BMT baş katibinin mavini kimi beynəlxalq arenada kifayət qədər nüfuza malikdir. Ona görə də bu şəxsin dilindən bu qiymətləndirmənin verilməsi həm də qalib Azərbaycanın ünvanına səsləndirilən yüksək ehtiramdır. Eyni zamanda Tokayevin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı, regionda sülhün yaranması ilə bağlı səsləndirdiyi fikirlər də diqqəti cəlb edir. Belə ki, Azərbaycan prezidentinin fəaliyyəti həm dövlətimizin rifahı naminə, həm də beynəlxalq şəraitin sağlamlaşdırılması üçün fəaliyyətdir. Beynəlxalq şəraitin sağlamlaşdırılması dedikdə, təbii ki, ilk növbədə beynəlxalq hüququn pozulmuş prinsiplərinin bərpası və ərazi bütövlüyünün bərpası nəzərdə tutulur. Eyni zamanda səfər müddətində əldə olunan mühüm məsələlərdən biri orta dəhlizlə bağlıdır. Mən burada bir faktı vurğulamaq istəyirəm. Qazaxıstan bugün dünyaya da istehsal olunan uranın 40%-ni verir. Birləşmiş Ştatlar özünün tələbatının 25%-ni buradan alır. Prezident Tokayevin prezidentimizə müraciətlə deməyə ki, bundan sonra uranın Azərbaycan üzərindən ixracını da həyata keçirmək istəyirik. Bu da orta dəhlizin bir daha strateji əhəmiyyətini göstərir. Bütün bu fəaliyyətlər cənab prezidentin sülh diplomatiyasının həm də parlament ölçüsündə təqdimatı xüsusilə diqqətə layiqdir. Bu mənada xanım sədr, sizin səfərləriniz, Cənubi Afrika, Malayziya, Cenevrə yoldan səfərlər və bu səfərlərin hər birində prezidentin sülh gündəliyinin təqdimatı da bu ümumi işə töhfə kimi dəyərləndirilir. Nəzərə alsaq ki, 31 oktyabr cənab prezidentin ilk and içmə mərasimidir. 15 oktyabrda isə 2003-cü ildə ilk dəfə seçilmişdir. Bu bir daha göstərir ki, Azərbaycan xalqı nə qədər uzaq yaranlıq göstərərək özünün ali liderini seçmişdir. Diqqətiniz üçün təşəkkür edirəm.